Bugün təbiət dərslik 6-cı sinif 1-ci isə mövzu 5-ə baxacağıq. Biz artıq 3-cü bölməyə keçirik. Canlıların müxtəlifliyi, göbələklər və bakteriyalar. Mənim ən sevdiyim mövzudur bu. Bölmə 3. Xüsusilə isti yay günlərində soyuducuya qoymağı unutduğumuz yeməklərin dadı ertəsi gün dəyişir. Rütubətli yerdə cırıq parçaları və portağın üzündəki kifli örtüldüyünü müşahidə etmək olar. Bu müşahidəyə əsasən adi gözlə görünməyəcək qədər kiçik olan bəzi canlılar varlığı haqqında məlumat əldə etmək mümkündür. Bu canlıları öyrənmək həm də qidaların xarab olması səbəblərini anlamaq üçün vacibdir. Mikroorqanizmlər adi gözlə görünməyən, adətən ölçüləri 0,1 milimdən kiçik olan canlılar qrupudur. Onlar bakteriyalar, viruslar və bəzi göbələklər aid edilir. Mikroorqanizmlər təbiətdə baş verən proseslər mühüm rol oynayır. Onlar həmçinin bitkilərin, heyvanların və insan sağlamlığı üçün çox əhəmiyyətlidir. Buradakı sualları siz həll edin. Bölmədə öyrənəcəksiniz. Göbələklər bir hüceyrəli və çox hüceyrəli orqanizmdir. Bakteriyalar bir hüceyrəli mikroorqanizmdir. Göbələklər sporlar vasitəsilə, bakteriyalar isə sadə bölünmə yolu ilə çoxalır. Bəzi göbələklər və bakteriyalar bitkilərdə, heyvan və insanlarda xəstəliyə səbəb olur. Digərləri isə ölmüş orqanizmlər və qida bakteriyalarının parçalarla maddələri torpağa qayıtmasına iştirak edir. Gəlin birinci mövzumuza baxaq. Göbələklər nədir? Göbələklər. Göbələkdə papaqlı göbələklər nə bitki, nə də heyvan qrupuna aid edilir. Onlar göbələk adlanan xüsusi canlılar qrupuna aiddir. Yeyilə bilən meşələrdə və yol kənarlarında bitdiyinə görə biləcəyiniz tanış göbələklərdən əlavə kif və maya göbələklərə aiddir. Onlar papaqlı göbələkdən çox kiçikdir. Bəzi göbələklər adi gözlə görünməyəcək qədər kiçik olduğu üçün yalnız mikroskop altında müşahidə etmək olar. Onları mikroorqanizmlərdə demək aid etmək olar. Gördüyünüz kimi bu maya göbələyidir. Maya göbələyi, baxın, bu çox vacib bir mövzudur. Bu mövzu hər zaman qabağınıza çıxacaq bir mövzudur. Maya göbələyi bir hüceyrəlidir. Hər zaman yadımızda tutaq ki, maya göbələyi bir hüceyrəli olur. Onlar yalnız mikroskop altında görmək olur. Meyvə və tərəvəzlərdə olan şəkildə qidalanır. Bu çox vacibdir. Qov göbələyi. Ağaclarda və ya çürüyən kötük üzərində inkişaf edir. Bu ağacların gövdəsinin dalması səbəb olur. Baxın, bu papaq altındakı sporlardır. Kif göbələyi. Çox hüceyrəli. Baxın, bu kif göbələyidir. Çox hüceyrəlidir. Çox hüceyrəlidir. Maya göbələklərindən daha böyükdür. Qida məhsullarının üzərində inkişaf edir və onların xarab olmasına səbəb olur. Keçək. Göbələklərin əksəriyyəti sporlara çoxalır. Və papaqlı göbələklər papaqların altında lövhəciklər və ya boru şəkilli hissələrdə yetmiş qəhvəyi toz kimi görünən sporlardan yalnız mikroskop altında müşahidə edə bilərik. Onlar xırda və yüngül olduğu üçün külək vasitəsilə asanlıqla ətrafa yayılır və kifayət qədər hava, rütubət və istilik onların yerlərə düşərək sporların düzələrək onların yenidən göbələkin inkişaf edir. Göbələklər yarpaqları və xlorofilləri olmur. Və buna görə də göbələklər öz qidalarını hazırlaya bilmirlər. Və bəzi göbələklər qida maddələrindən başqa canlılardan alır. Digərləri isə ölmüş orqanizm qalıqlarını parça olaraq əldə edir. Bu göbələklər tökülmüş yarpaq və hüceyrə ağac kimi bitki qalıqları, heyvan cəsədləri ilə qidalanır. Onlar çürüntüyə çevrilir. Daha sadə maddələrlə parçalanır və bu maddələrdən canlı bitkilər tərəfindən yenidən istifadə olunur. Beləliklə maddələr təbiətdəki dövranı və tarazlığını təmin edir. Gördüyümüz kimi bura lövhəciklər, burada borucuklar var. Aha, keçək. Bilirsiniz mi, oxuyaq. Ayaq göbələyi ayaqlarımızın dərisi üzərində əmələ gələn göbələk nəticəsində yaranan xəstəlikdir. Saç və dırnaqda da inkişaf edə bilər. Bu xəstəlik üzgüçlük, hovuz kimi rütubətli yerlərdə başqa insanlarda keçə bilər. Bu xəstəliyi qorumaq üçün dərini təmiz və quru saxlayın. Düşün, müzakirə et, paylaş. Sizcə göbələklərin yaşamaq üçün hansı şərait lazımdır? Və kif göbələyi adətən rütubətli yerlərdə inkişaf etdiyini necə izah edə bilərik? Burada bizim cavabımız göbələklərin yaşaması üçün aktiv inkişaf etməsi üçün əsasən 3 yer vacibdir. İsti mühit, rütubətli, yəni su və hazır üzvü qida maddələri. Çürüntülər, yəni bitki qalıqları, onlar öz qidalarını hazırlaya bilmirlər çünki
Və ikinci sual, kif göbələyi adətən rütubətli yerdə inkişaf edir. Necə izah edə bilərik? Cavabımız, kif göbələyinin sporları cücərmək və böyümək üçün mütləq suya, yəni nəmə ehtiyac duyur. Quru mühitdə sporlar aktivləşə bilmir. Çünki biz bildiyimiz kimi toxumlar suda daha çox cücərir. Rütubətli yerlərdə, məsələn, nəm, çörəyin üzərində və ya rütubətli divarlarda isə göbələk telləri suyu rahatca sorur və sürətlə çoxalaraq kif əmələ gətirir. Sonra öyrəndiklərinizi tətbiq edin. Bizə sualımız, çörək yumşaq və məsaməli olaraq hansı mikroorqanizmlər sayəsində mümkün olur? Cavab, maya göbələkləri sayəsində mümkün olur. Onlar xəmirdəki şəkəri, qidanı və onu suyu parçalayır. Su. Cavabımız, sualımız, maya göbələklərinin inkişafı üçün nəyə ehtiyac var? Cavab, onlar aktiv şəkildə çoxalması üçün qida maddələrinə, şəkərə, suya, rütubətə və isti mühitə ehtiyacları var. Sual, hansı zaman aralığında qida maddələrdən istifadə zəifləmişdir? Burada cavabımız, biz burada görürük ki, 50-ci və 60-cı. Bir də baxsaq. Bəli, cavabımız 50 və 60. Çünki 60-cı dəqiqələr arasında. Biz qrafikaya baxsaq, baxın, qrafikaya baxdığımız zaman 50 və 60 yəni vaxt aralığında həmrə həcmi daha çox böyüyür, 70 sm kubu olur və yəni 70 sm kvadrat olaraq 70 sm kub olaraq sabit qalır. Bu o deməkdir ki, maya göbələkləri xəmirdəki qidanın şəkəri artıq bitiriblər və fəaliyyətləri dayanıb, zəifləyib. Buna görə də karbon qazı ifraz olunur. Və buna görə də bizim cavabımız 50-ci və 60-cı olacaq. Keçdik. Öyrəndiklərinizi yoxlayın. Papaqlı göbələklər heyvan və bitkilərdən hansı xüsusiyyətləri ilə fərqlənir? Bitkilərdən fərqlənir. Göbələklər onlar, yəni göbələklər, ilk öncə göbələklərin bitkilərdən fərqi. Bitkilər fotosintez edə bilir və öz qidalarını özləri hazırlaya bilmirlər. Amma hazır üzvü maddələrlə qidalanırlar. Həmçinin hüceyrə... Bağışlayın. Göbələklərin bitkilərdən fərqi. Çünki göbələklər öz fotosintez edə bilmir, öz qidalarını hazırlaya bilmirlər. Hazırda üzvü maddələrlə qidalanırlar. Həmçinin hüceyrə divarları tərkibində xitin maddəsi olur. Və heyvanlardan fərqi isə heyvanlar kimi aktiv hərəkət edə bilmirlər. Bitkilər kimi torpağa bağlanaraq ömür boyu qeyri-məhdud böyüyə bilmirlər və yəni qidanı özləri hazırlaya bilmirlər. Onlar ya çürümüş orqanizmlə qidalanırlar. Və ikinci sualımız, sporlar nədir? Sporlar spor göbələklərin və bəzi bitkilərin çoxalması üçün həmçinin ətrafa külək vasitəsilə yayılmış toxumcuqlardır. Və onlar necə çoxalırlar? Onlar dediyimiz kimi külək vasitəsilə lövhəciklərin altından sporlar tökülür və külək vasitəsilə yayılır. Üçüncü sual, nə üçün lövhəciklər və bol şəkilli hissədə göbələyin papağının alt tərəfdə yerləşir və sizcə niyə? Çünki biz desək ki, alt tərəfində yerləşməsinin səbəbi, çünki sporlar xarici təsirlərdə, yəni yağışdan, birbaşa yağdırıcı günəşdən özlərini qorumaq üçün bu hissədə papağın altında gizlənir. Çünki baxın, yağış olsa sporlar vaxtından tez tökülə biləcək, artıq göbələklər bitməyəcək. Həmçinin sporların yetişdiyi yağı aşağıya doğru rahatca tökülür və külək vasitəsilə də rahatca yəni aparıla bildiyi üçün. Sonra və milyonlarla spor əmələ gətirməsinin səbəbi isə çünki sporların çox böyük bir hissəsi quru, susuz və qidasız yerlərdədir. Yəni əlverişli mühitə düşərək məhv olur. Göbələklərin nəslinin kəsilməməsi üçün çoxalma şəraitinin artması üçün çoxlu sayda sporlar hazırlayır ki, onların heç olmasa da bir neçəsi yerə düşüb cücərə bilsin. Dördüncü. Göbələklər kimi çürüntü orqanizmləri torpaqdakı qida maddələrinin tərkibin təbii tarazlığı qorumağa necə kömək edir? Biz burada çürüntünü deyə bilərik. Çürüntü göbələklər və bakteriyalar təbiətdə təmizləyici rolunu oynayır. Onlar ölmüş bitki və insan qalıqlarını, yəni məsələn tökülmüş yarpaqları, qurumuş budaqları və heyvan cəsədlərini parçalayırlar və bu mürəkkəb üzvü maddələr sadə mineral maddələrə çevirir və yenidən torpağa qayıdır. Bugünkü mövzumuz dostlar bu qədər idi. Sağ olun.